Xahiş edirəm bizi siz məni birinci Arşadla müqayisə etməyin. Mən müqayisə eləmirəm, sizdən ümumiyyətlə soruşuram. Yəni mən öz Doğuş bəyə qədər öz ölkəmdə zəhmətimlə ucqar bir kənddən gəlib özünü yaradan bir insan olmuşam. Yəni mənim Doğuş bəyə şərt qoymaq kimi bir şey fikrim ola bilməzdi. Çünki o da öz ölkəsində Hüseyin kimi uşaq evlərində yaşaya gəlib Orxan adından Doğuşu yaradan insandır. Yenidən dünyaya gələn bir insandır. Mən ona necə şərt qoya bilərdim? Mən ona hansı şərti qoya bilərdim? Və ya o mənə hansı şərti qoya bilərdi ki, mən 16 yaşımdan çiynimdə ailəmin yükünü daşımışam. Ata-anamın yükünü daşımışam. Mənə kim onu qoya bilər? Amma Ayşad Gildən məsələ başqadır. Yaxşı, sualı belə qoyun. Bir Azərbaycan qadını həyat yoldaşlarına şərt qoya bilər ki, sən burada işləmə, burada işlə. Yox, burada da işləmə, burada da işlə. Yəni mən deyim də, mənə görə yox. Amma indi söhbət bir uşağın taleyindən gedirsə, ailədən gedirsə, mən bu barədə düşünərəm. Mən bugünə qədər